Bilirsiniz, bir də faciə nədən ibarətdir ki, biz məhkəmədə, mən onu hiss elədim. Hər bir işdə biz şahid dəvət edirik, zərər çəkmiş dəvət edirik. Bunları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-298-ci maddəyə əsasən yalan ifadə verməyə görə, ifadədən yayınmaya görə məsuliyyət daşınması barədə iltizam alırıq. İltizama deyirik, gəl qol çək. Cavan uşaqlar 19, 20, 22 deyir, biz oxuya bilmirik. İnanınız Allaha, ürək ağrısı ilə. Özü deyim sizə, bir dəfə, iki dəfə, yüzlər dəfə məktəbə kəndlərdən qızları buraxmırlar. Faciədir, valla faciədir. Uşaq deyir ki, mən oxuya bilmirəm. Deyirəm, təhsil almamısan, məktəbə getməmisən. Deyir, atestatım var. Valla xaricdə bir dənə belə bir fakt olsa, o müəllimi də birtəhər eləyərlər, valideyn də o barədə deyərlər ki, sən nə tərbiyəsi ilə məşğul olmursan. Hamısı elə fikirləşir ki, gedib ya üzr istəyirəm, sürücü olmalıdır, ya da gedib siqaret satmalıdır, nə satmalıdır. Bunun axırı nə olacaq? Bilmirəm, baxmısınız yaxşı yox. Kitayda, metroda, Instagramda var. Bir baxarsınız. Metroda görürsən ki, 6-cı, 7-ci sinifin uşaqları hamısı oturub dərs oxuyur, kitab oxuyur. Nəsə bir yazırlar, yəni ki, hardansa nəsə yazırlar və s. Bizdə metroya girirsən, ya oturub telefonla otururlar, iqra oynayırlar və s. Bunun gəri bizim şuurumuz değişsin.